Həyatım, nə yaşadım, niyə yaşadım, o yenə mənim adım. Dərin bir məna aradım ki, bəlkə böyük bir əsər yaradım. Amma vardıqca sirlərinə gözlərdən çəkildi xülya. Anladım ki, dünya çox böyük, biz kiçik. Həm də o qədər kiçik ki, bütün bəşəriyyət, bütün canlı və cansız varlıqlar aləmində çox xırda zərrəyik. O qədər kiçik ki, yoxla birik, deməli bəlkə dəli yoxuq. Deməli yaşadığımız həyat da elə xülya. Kim bilir, bu dünyadan sonra gözləyir bizi hansı röya. Və olacaqmı o röyada bir kəs ki, öz nağılımızı edək nəql. İnsan tarixi nağıl, sirri nağıl, günü nağıl. Bu nağılı nəql edən dili nağıl. Elə isə yaz, hər birimiz nağılbaz. Ey mənim nağılbaz qardaşlarım. Tək dayanmadan axan fikirlərin sağlığından xəbər verən varım. Kimsə ona ruh deyər, kimsə Allahın nəfəsi. Kimsə elə belə də olacaqmış fikirləşər. Allah Taala beləsinə düşüncəni bir günlük verər bu gününü yaşamağa. Fikirləşməkdən başı xarab olan alimlərə baş qoşmamağa. Seçim isə azad, 21-ci əsrdə zarafat. Nəhayət ölkələrin 90%-i uşaq, qoca, kişi və arvad, məktəbli ya kosmonavt. Əsrlərdir can atdığı demokratik cəmiyyətdə hamı bərabər. Yaşa, yarat, geyim azadlığı, cins azadlığı, söz azadlığı, qadının kişidən, uşağın evdən, millətlərin dövlətlərdən. Ömrü verən Allah, hər bir intibah inqilablarla tənzimlənər. Qanunlar sonra yaranar, hamı qəbul edər. Çox sərt silsilədir, həyat belədir. Yırtıcılar yaşamaq üçün yiyərlər. Qıraqda qalan yalquzaqlar gözlərinə döyərlər. Buna vəhşi meşə qanunu da deyərlər. Çalış, dəstə ilə ol, yoxsa qıraqda qalıb gəzəcəksən yol. Yiyəcəksən kol, qarnın düşəcək az zara. 12 barmaq bağırsağında yara, öləcəksən avara. Güc topla, güclü ol, zopla, hapla, göpla, tap-tupla, dəxli yoxdur, zolla. Dalaş, didiş, baş, diş, dırnaq, axmaq. Onsuz da qırılan qırılıb gedir, ara qarışıb məzhəb itib. Arada sırada elə bilgini üçün yaşayan insan bomba altında qalacaq. Qabar əlləri ilə dolanan ailə dağılacaq. Əl tutan olmasa əlidən də qalacaq. Ya yad bir güzaran quracaq, ya da elə acından yavaş-yavaş qırılacaq. Can onsuz da sənin deyil, artıq əski konuşma. Sonda hamı üçün geç-tez var o böyük qovuşma. Hara və nəyə qovuşacağımızı soruşma. Ora bax, ey canın üçün növbəyə düzülüb terrorçular, həkimlər, daha kimlər? Dövlət, ailə, bir də əvət, sərvət. Bəzən bizi, ailəmizin yanında belə baş aşağı eləyən devlət. Cəmiyyət arada bir qəpik quruş atır ağzına ki, acından ölməyəsən. Bahalı villaları, dəbdəbəli yaşamları görməyəsən. Görsən də fikir verməyəsən. Gündəlik alacağın konturlarla verəcəyin kreditləri sayasan. Duyasan nədir asılacaq? 200 manatla hansını olur çatdırmaq? Bəs bunlar hara yazılacaq? Qalır bir kəndir, bir sabun, özünü asmaq. Ya da yaramaz, bacarıqsız biri olduğunu boynuna almaq, təcrid olmaq. İnsan qurduğu qondarma cəmiyyətdən qaçmaq. Meşə, dağ, elə bir yerə ki, Adəm bədxah qoymamış ayaq. Bütün ehtiyaclardan, qırğınlardan uzaq, əsası sağ, sərbəst və yalquzaq. Allah verən bir günü elə bu günlə yaşamaq, ya da bu cəmiyyətdə psixoloji şəbəkənin təsiri altında qal. Darıxıb sənin üçün qəpik quruş dalınca gedib gəldiyin yol. Sənin kimi yaşayan milyonlardan biri ol və əsası bu günlə şükür elə. Evdə qaz partladı, qopdu zəlzələ, kompensasiya sözünü gətirmədilər. Axı aldığın 200 manatdan vermirdin sığorta. Evdə acından dururlar gün orta. Bahalaşıb deyə yoxdur çörək üstünə şorda. Hər şey yaxşı olacaq deyirdilər televizorda. Hər halda öləndən sonra yaxşı olar orada. Amma qorxuram tapılmasın bizə gör da. Ay balam, öləndən sonra da əl çəkmirlər biz gör-bagördan. Amma lazım gələn an, ey insan, əsirgəmə can. Sən elə əziyyətlə yaşayıb dəhşətlə ölməlisən. Torpağa məzarsız, atsız əskər kimi gömülməlisən. Çünki sən böyük oyunun kiçik əskərisən. Bilmirəm, eşitmişəm hardan, amma düşünürəm hərdən. Dünyanı kontrol eləyən deyəsən deyil bizlərdən. Nə bilim, nə insdi, nə cinsdi, ya cindi, yad planetli bir kimdi. Hər kimdi, axır ki insan deyil. Hətta belə deyilir ki, padişahlar da onlara baş əyir. Yəqin onların tükü var, həmin o cin verib. Amma deyib bərk saxla, pozma cızığı, çıxma qırağa. Ol özünə görə bir ağa. Odur ey, bax İraqa, İrana, Livana. Valla elə düz eləyirlər bu müsəlmana. Alladım cinin əl-altısı şeytana. Bac alıb bıraxıb milləti meydana. Demək lazım insana, ala, bax bir Azərbaycana. 200 manatla bütün kommunal xərcləri ödəyib, evdə istədiyimiz qədər xərcləyib yaşayırıq firavan. Başqa nə lazımdır soruşsan deyərlər canın sağ olsun, can. Can həkim də baxa,
Millət də ki öyrəşib rüşvət almağa. Əşşi, cəhənnəmə ki o can. Vecimə deyil harda qalsa, qırılsa. Yaşasın elə vəzir və xan. Bir də ölənə rəhmət, sağ olsun yerdə qalan.